Gəlin, insanlıq tarixinin ən ölümcül pandemiyası olan qara ölümə qısaca nəzər salaq. Söhbət 14-cü əsrdə Avropa əhalisinin, bəli, təxminən 60%-ni məhv edən və cəmiyyəti kökündən dəyişdirən bir fəlakətdən gedir. Birincisi, xəstəliyin əsl səbəbi və yayılma yolu. Çoxları elə bilir ki, vəbanı siçovullar yayıb, amma əslində elə deyil. Əsas günahkarlar ölümcül Yersinia pestis bakteriyasını daşıyan birələr idi. Siçovullar özləri də bu xəstəliyin qurbanı olurdu. Xəstəlik mərkəzi Asiyadan başlayıb, ticarət yolları ilə Krıma, oradan da gəmilərlə bütün Avropaya yayıldı. Hətta şəhərlərdə siçovulların kütləvi şəkildə ölməsi çox vaxt yaxınlaşan fəlakətin ilk siqnalı idi. İkincisi, o dəhşətli simptomlar. Xəstəliyə qara ölüm deyilməsinin səbəbi daxili qanaxmalar nəticəsində bədəndə yaranan qapqara ləkələr və şişlər idi. Təsəvvür edin, qəfil başlayan yüksək hərarət, titrəmə, qusma və ağrılı yaralar. Hətta o dövrün bir şairi bu yaraları dəniz kömürü kimi qara təsvir etmişdi. Və nəhayət, bu pandemiyanın zəifləməsi. O vaxtki həkimlər əlbəttə mikroblar haqqında heç nə bilmirdilər. Yaraya canlı toyuq bağlamaq kimi müalicələr tamamilə təsirsiz idi. Amma bir üsul həqiqətən də işə yaradı. Karantin. Limana daxil olan gəmilər tam 40 gün gözlədilir və bu xəstəliyin sürətini azaldırdı. Qara ölüm təkcə Avropanın demoqrafiyasını dəyişmədi, həm də karantin kimi müasir səhiyyə təcrübələrinin təməlini qoydu.